Köməkçini çağırın yanıma. Gəlin. Olar. Bugün sizə xüsusi tapşırığım olacaq. Mənə şəxsi avtomobil lazımdır. Deməli, indi parametrləri mən sizə deyəcəm, siz qeyd edəcəksiniz və mənim istəyimə uyğun mənə avtomobil seçməlisiniz. Deməli, sizin bir gün vaxtınız var, üstünlüyü əsas nəyə verirsiniz? Deməli, avtomobilin arxa oturacaqları komfortlu və geniş olmalıdır, güclü qənaətçili mühərriki olmalıdır, avtomobil olduqca komfortlu və yumuşaq olmalıdır. Və qeyd edim ki, xarici görünüşdən də çox cəlb edici və maraqlı olmalıdır avtomobil. Və sonunda isə istəyirəm ki, xüsusi avtomobilin qiymətinə fikir verəsiniz. Yəni ki, normal qiymətdə olmalıdır. Deməli, siz hamısını qeyd elədiniz yəqin ki, indi istəyirəm ki, bu işlə məşğul olasınız və sizə bir gün vaxt verirəm. Mənə elə gəlir ki, tapşırığım sizə aydın oldu. Aydındır, çalışarıq bu işi tezliklə həll edək. Gedə bilərsiniz. Salam. Sizi nə maraqlandırırdı? Məni biznes klas avtomobillər maraqlandırır. Onda mən sizə Şkodanın yeni super modelini təklif edə bilərəm. Həmin modeldir bu? Bəli. Bu hal-hazırda gördüyünüz biznes sürətine aid olan Şkoda super modelidir. Çox gözəl, rahat, geniş avtomobildir. Sizi hansı parametrlər maraqlandırır? Güclü qənaətçili mühərrik olmalıdır, arxa oturacaqlar geniş olmalıdır, böyük həcmli yük hissəsi olmalıdır. Bu avtomobildə siz bu avtomobildə mənə nə təklif edə bilərsiniz? Bütün dedikləriniz bu avtomobildə var. Burada 1.8 turbo mühərrik var, 160 at qüvvəsində və 7 pilləli DSG ötürücü qutu təchiz olunub və çox geniş arxa oturacaqları var. Mən əyləşə bilərəm burada? Əyləşin, buyurun, əyləşin. Yəni sərnişin burada özünü çox rahat hiss eləyir. Ayaqlar üçün çox geniş, rahat yer var. Hə, doğrudan da qabaq oturacaqlarının mənim ayağımda olan məsafə böyükdür. Bu unikal texnologiya sedan tipli aşıla bilər və həmçinin universal tipli də istifadə edə bilərsiniz. Burada 700 litrə qədər həcm var. Mən fikir verdim ki, avtomobilin yük hissəsi şüşə ilə birlikdə qalıqdır ikinci dəfə. Şüşə ilə birlikdə, bəli. Yəni bu artıq universal tipə aid olacaq. Bəs yük hissəsinin həcmi nə qədərdir? Artıq 700 litrə qədər burada yük həcmi var və oturacaqlar arxadan tam qatlana bilər və yaxud ki, ayrı-ayrı qatlaya bilərsiniz. Bu sərnişinlərə də yəni ki, rahat əyləşməyə kömək olacaq. Və mən sizə bir nəzərinizə çatdırım ki, bu avtomobil Alman genlərini daşıyır. Necə? Yəni burada artıq onun ötürücü hissələri, transmissiyası, bunlar hamısı Volkswagen aiddir. Mühərrik də? Mühərrik də, ötürücü qutu və transmissiya, bunlar hamısı Volkswagenin texnologiyalarına aiddir. Əla avtomobildir. Bəs xanım, qiymət? Qiymət çox münasibdir. Bizdə hal-hazırda 2 kampaniya keçirilir. Şkoda Superb üçün siz 4990 manat ilkin ödəniş ödəyib, avtomobili 5 il müddətinə kreditə götürə bilərsiniz və yaxud da ki, siz 50% qabaqcadan ödəyib 2 il müddətinə faizsiz kredit ala bilərsiniz. Bəs bu kredit şərtsiz avtomobilin qiyməti nə qədərdir? 29900 manat. Bütün belə parametrli avtomobil cəmi 29900 manata. Çox əladır. I got love for the ghetto, down for whatever. If you was down before, then you still gonna be down with me. I got game, cause the game was given to me. Say my name, cause ain't nobody tighter than me. Give it up, if you like the way I'm rocking this beat. I don't know nothing better, chasing my cheddar. You in love with a whore, you ain't never listen to me.
one save her. Hook her 'cause she hanging on me. She can't hang. She Biraz da mən sizinlə əlaqə saxlayacağım. İşinizi görün. Alo, siz istədiyiniz avtomobili tapdım. Tapşırdığınız parametrlər avtomobildə mövcuddur. Bəli. Bu Şkoda avtomobildir. Şkoda? Bəs qiymət? Qiyməti inanılmaz qiyməti var. 29.900 manat. Əla. Alın avtomobili. Hə, oldu. Avtomobili alaq. Oldu. Mənə elə gəlir ki, mən istədiyimi tapdım. Şkoda Super bizə lazım olan avtomobildir.